Hər vaxtınız xeyir. Mən Ucar rayon sakini Əhmədova Sevinc İsmail qızı. Mən Dost MMC işçisi olmuşam. 3 il bundan əvvəl məni işdən azad ediblər. Yəni işdən azad olmağımın da məsuliyyəti hamısı icra hakimiyyətinin öhdəçiliyindədir. Bildiyimiz kimi icra hakimiyyəti o siyahını verir ki, bu vətəndaşlar çıxmalıdır. Heç olmasa ay icra hakimiyyəti, sənə səslənirəm. İnsafın olsun. Bu körpə balalara yazığın gəlsin. Cənab Prezident, sizə səslənirəm. Mehriban xanım, sizə səslənirəm. Bu Ucar rayonunda çox acınacaqlı vəziyyət keçirdir millət. Millət adından danışıram. Qoy məni gəlib öldürsünlər. Mən balalarımın çətin yaşamasına dözə bilmirəm. Ona görə dözə bilmirəm ki, mən anıyam, ana. Sizdən artıq dərəcədə xahiş edirəm, Cənab Prezident, Mehriban xanım. Sizə özümü tuturam, sizə səslənirəm. Bu millətin səsinə səs verin. Ucarların səsinə səs verin. Mənim kimi işsiz anaların səsinə səs verin. Az qalıram, əl açıb gedəm, dilənəm. Mənim kimi qadınlar bir çox. Hamısı əziyyət çəkir. 5 yaşında körpəni mən necə başa salım ki? Mənim imkanım yoxdur, işləmirəm. Hər gündə bir şey istəyirlər. Sizdən artıq dərəcədə xahiş edirəm, Cənab Prezident. Mən heç nə yox. Mən kiminsə kreslo olsun, yox, kiminsə vəzifəsini yox. Mən bir dənə süpürgə istəyirəm. Xadiməli işi istəyirəm. Hökumət işi istəyirəm ki, heç olmasa yerin balalarımın ağzını çörəyin tapım gətirim. Mən neyim? Hara müraciət edeyim? Kimə müraciət eləyək? Gedirsən başçının qəbuluna yardım istəyirsən, deyir yardım yoxdur. İş istəyirsən, deyir iş yoxdur. Və bu vətəndaş nə ilə dolansın? Sizdən artıq dərəcədə xahiş edirəm. Mən işlə təmin olunmayana kimi heç kimdən əl çəkməyəcəm. Mən də bir vətəndaşam, mənim də bir hüquqlarım var. Mən də insanam, övlad böyüdürəm. Mən də gələcəyə əskər böyüdürəm. Hansısa vəzifəlinin balası gedib hardasa gizlənəndə müharibə vaxtı. Mənim kimi acın balaları gedib ölüb qayıdacaq. Sizdən artıq dərəcədə xahiş edirəm. Köməkli eləyin mənə. Mən işlə təmin olunum. Bu heç olmasa 2 körpəmi böyüdüm.